Salam, bugün yeni bir vloga başlayıram. Bugünkü vlogumda gördüğünüz kimi baxım məhsullarımdır, makyaj məhsullarımdır. Bunları şkafımda dağılıbdır və mən bunları səliqəyə salacağım. İstədim ki, bunu da bir sizin üçün vlog şəklində çəkim və sınadığım məhsullar haqqında fikirlərimi də sizlərlə bölüşüm. Həmçinin vlogumun davamında cehizim üçün aldığım bir neçə məhsulu da yenə sizlərə göstərəcəyəm. Burada mən əslində bu məhsulları yeni almışam, bəzilərini. Sadəcə şkafım biraz dağılıbdır, ona görə bunları yığmaq qərarına gəldim. Bunların hər birini istifadə etmişəm. İçərisində bəyəndiyim məhsullar da var, çox bəyənə bilmədiyim məhsullar da var. Bunların hamısını sizlərlə bölüşəcəm. Burada artıq təmizlədim içərisini, gördüyünüz kimi. İndi məhsulları bir-bir yığıb sizə də bunlar haqqında məlumat verəcəm. Bu ten paletini almışam. Mən çox palet istifadə etmirəm. Ona görə də çox ten paletim yoxdur. Əslində bunu da keçən il almışam. Sadəcə görünüşü niyə bu hala düşüb bilmirəm. Burada isə mən Biodermadan sifariş verəndə kiçik belə hədiyyələr qoymuşdular. Onlardır. Bu kutunun içərisində isə ətir var. Bu ətirin qoxusunu sevirəm. Əslində mən şirin qoxuları çox sevməsəm də, bu ətirin qoxusu şirin, fərah qoxuludur və istifadə edirəm. Yəni qoxusu gözəldir, sadəcə qalıcılığı o qədər çox deyil. Yəni ən çoxu bir gün qalıcılığı var. Amma belə gözəl ətirdir. Xoşlayıram. Yəni az bir miqdarda istifadə etmişəm. Belə, indi bunları ətirləri qutusundan çıxardıb da səliqə ilə bura yığacağam. Bu şəkildə. Bunun qabı da xoşuma gəldiyi üçün bu xırda məhsullar da şkafda yer tutmasın deyə elə bu qabın içərisinə qoyuram ki, artıq yer tutmasın. Onda çox qarışıqlı olur. Şkaf dağınıq formada görsənir. Ona görə bura yığıram. Bunu da mənə Trendyoldan cehiz alanda üzərində hədiyyə olaraq göndərmişlər. Cehizlik məhsul almışdım. Bunu da qoyuram yenə içərisinə. Burada isə saç üçün baxım məhsulu var. Bunu saçları yuyandan sonra nəmli saça istifadə edirsiniz və durulamırsınız. Beləcə saçın ucunda saç qıran və s. yaranmır. Yəni saçlarınız daha canlı və təbii görsənir. Bunlar da mənim ətirlərimdir. Bunu da yenə sevərək istifadə edirəm. Qoxusu fərah qoxudur, yəni şirin qoxu deyil. Bu ətri də Trendyoldan sifariş vermişdim. İstifadə etmişəm bir neçə dəfə. Bu da əsasən çiçək qoxulu bir ətirdir. Nə şirin deyil, nə fərah qoxu deyil, yəni orta notlarda. Qalıcılığı da ortadır. Yəni istifadə edirəm. Belə, bunu da qoyuram bura bir yerə. Davam edək məhsullarımıza. Bu da mənim üzüyuma gellərimdən biridir. Ancaq bunu çox istifadə etmirəm. Çünki mənim dərim qurudur və qış aylarında o dərini biraz qurudur. Amma yay aylarında mütləq istifadə edəcəm. Digər isə günəş kremidir. Yəni mənim ən çox sevərək istifadə etdiyim günəş kremimdir. Burada isə nəmləndiricilərim var. Burada da əlimdən düşür. Nəmləndiricim Cosrx'indir. Bu da Yepren'indir. O artıq bitibdir. Çox güman ki onu atacağım. Az bir miqdarda qalıb. Bu da Sinozun glikolik turşusudur. Yəni toneridir. Bunu da istifadə edirəm. Bu isə Biodermanın üzüma gelidir. Hal-hazırda mənim ən favori olan məhsulumdur. Gündəlik olaraq istifadə edirəm və keyfiyyətindən çox məmnunam. Çünki dərini qurutmur, həssas şəkildə təmizləyir və yuduqdan sonra sifətinizdə dartılma, quruluq hissi olmur. Ona görə çox sevərək istifadə edirəm. Bu da üzüma gelməydi, amma bunu çoxdan almışam. Artıq demək olar ki, bitib, atacağım. Bu məhsul da Koreya brendin Numbuzin markasının toneridir. Bunu da əsasən həftəyə 1 və ya 2 dəfə istifadə edirəm. Bu da mənim ən çox sevdiyim saç kremlərindən biridir. Islaqkən saçınıza çəkirsiniz və 1-2 dəqiqə saxlayıb yuyursunuz. Gözəl şəkildə, yəni saçınız həmin gün nəmli şəkildə qalır. Bu da mənim ən sevdiyim əl kremimdir, hansı ki çox fərah çiçək qoxusundan birlikdədir. Bu da ən çox istifadə etdiyim Biodermanın nəmləndiricisi. Demək olar səhər axşam ancaq onu istifadə edirəm. Bunu isə mən Nərgiz Shop'dan almışam. BB kremimdir, Tenzero'nun. Demək olar ki, əvvəllər mən Misha istifadə edirdim, amma artıq Tenzero mənim favorim olduğu üçün ancaq onu istifadə edirəm.
Bunlar da mənim fırçalarımdır. Bir də belə bir əl kremim var. Bu da artıq bitib, yenisini Trendyoldan sifariş verəcəm. Frudia markasına aiddir. Belə kiçik bir ətir də var. Bu şəkildə şkafımı yığdım və səliqəyə saldım. Belə səliqəyə saldım. Keçək artıq sizə cihazlarımı göstərim. Bugün sifariş vermişdim, gəldi çatdı, ütü şkafımdır. Mən bu tip ütü şkaflarını daha çox sevirəm, ona görə belə birini aldım. Çünki həm alt hissəsini istifadə etmək olur, başqa məsələn dəsmal və yaxud da hər hansı bir şey qoymaq üçün şkaf kimi gözəldir. Ona görə də mən belə bir model seçdim. Mebelimdə krem rəngi olduğu üçün belə bir model seçdim. Burada isə daha əvvəllər aldığım bir neçə cehizi sizə göstərəcəm. Bu saxlama qabıdır. Üçlü şüşə formasında, düzdür, plasmas formasında da aldıqlarım var. Amma şüşə formasında bunu çoxdan almışdım deyə indi çıxartdım ki, sizlərə göstərim. Burada artıq açım sizə göstərim, baxın. Burada isə mən Trendyoldan keçən il Paşa Bahçədən cəmi 14 manata 2 ədəd pendir və yağ qabı sifariş vermişdim gündəlik istifadə üçün. Ümumiyyətlə Paşa Bahçə markasının şüşələri çox qalın olur və keyfiyyətli olur. Həqiqətən də elə idi. Və sağlam paketləmişlər deyə də sağlam şəkildə gəldi. Yəni heç bir qırıq yox idi. İndi açanda da görəcəksiniz, çox gözəldir. Mən çox bəyənirəm. Ağır şüşədəndir. Sadəcə gündəlik istifadədə o qədər də əlverişli deyil, ağır olduğu üçün. Ona görə gündəlik istifadəyə daha yüngül bir şey almağı düşünürəm. Bunu da yenə keçən il Trendyoldan vurmuşdum. İkili formada. Kiwi markasından özdə çox münasib qiymətə vurmuşdum. 30 ya 35 manat belə bir qiymətə vurmuşdum. Yenə sağlam paketləmişlər, gözəl şəkildə gəldi. Dediyim kimi mən cihazlarımın əksəriyyətini Trendyoldan vurmuşam. Bu məhsul da Trendyoldan çox münasib qiymətə endirmə düşmüşdü deyə fürsəti qaçırmadım, vurdum. Görünüşü də gözəldir, həm də keyfiyyətli məhsuldur. Bunu isə bu yaxınlarda almışam mağazadan. Buna münasib qiymətə aldım. Gündəlik istifadə üçün duz və qənd qabı, həmçinin pesok qabı da var içərisində. Yəni əlverişli və funksionaldır, həm də yer baxımından da az bir yer tutduğu üçün seçdim. Sadə və gözəldir. Videolarım maraqlıdırsa və bəyənirsinizsə like etməyi və kanalıma abunə olmağı unutmayın. Bu isə salfetka qabıdır. Bir ədəd aldım, çünki cəmi bir ədəd qalmışdı. Amma bəyəndim, ona görə münasib qiymət deyə aldım. Təxmini 8 ya 9 manat almışam. Qiymət tam yadımda deyil. Xoşum gəldiyi üçün aldım və gözəl idi, bəyəndim.